Hörmətli Ələsgər sevənlər, bugün Dədə Ələsgərin qardaşı oğlu Aşıq Nəcəfin söylədiyi bir əhvalatı Dilqəmi havası üstündə sizlərə nağıl eləyəcəm. 1955-ci ildə Səməd Vurğun istisiyaya gələn vaxtı Göyçədən bir neçə adam onunla görüşə getmişdi. Mən də onların arasında idim. Açıq havada bir yaxşı məclis qurulmuşdu. Şəmşirdən başqa Kəlbəcərin cavan aşıqlarından da vardı. Hamımızın nəzəri Səməd Vurğunda idi. Onun hər bir hərəkətlərini izləyirdik. Elin bu sadə oğlunda qeyri-adilik axtarırdıq. Şairin xahişi ilə aşıqlardan biri Aşıq Ələsgərin Dağlar şeirini oxuyurdu. Səməd Vurğun bir papiros yandırıb çəkməyə başladı. O oxuyan aşığa yox, qarşıdakı dağlara baxırdı. Arabir gözləri qıyılırdı. Mana elə gəlirdi ki, aşığın nə dediyini eşitmir. Yox, eşidirdi. Aşıq hər bəndi tamam eləyəndə başını tərpədib sanki aşığın dediyini təsdiq eləyirdi. Aşıq oxuyub qurtarandan sonra Səməd Vurğunun Dağlar şeirini oxumağa başladı. Səməd Vurğun buna etiraz edib dedi: "Aşıq qardaş, Ələsgərin Dağlar şeirindən sonra ayrı Dağlar şeiri oxumazlar." Şairin nə dediyi hamımıza aydın idi. Biz Səməd Vurğunun şeirini təriflədik və aşığın davam etməsini xahiş elədik. Aşıq şeiri tamam edəndən sonra Səməd Vurğun dedi: "Düzdür, biz də yazırıq, amma elə olur ki, 4 misra yazanda bəzən ikisi xoşumuza gəlmir. Pozub özgə misra yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Bizim şairlərin yazdıqları yerin dərin qatlarından çıxarılmış artizan suyuna, yazı pozu bilməyən Ələsgərin şeirləri isə o dağların sinəsindən təbii qaydada axıb gələn bulaqlara bənzəyir. Mən onun belə qoşmalarının bədahətən yaradıldığına şübhə etmirəm. Onunki haqq vergisidir." Aşıq Nəcəf, Aşıq Ələsgərin qardaşı oğlu. Ruhu şad olsun Dədə Ələsgərin, İslam Ələsgərin, Aşıq Nəcəfin. Amin, amin, amin.